Bəzən bu şeylərə qarşı fikirləşirdim ki, inqilaba ehtiyac yoxdur. Sadəcə olaraq insanlar biraz deyək ki, bir yerə yığışıb say artımı ilə, məsələn, deyək ki, hardasa 300 min, 500 min adam birdən meydana çıxıb etiraz eləsə ki, İlham çıx get, yəqin ki, polislər də filan da onun ətrafında olan adamlar da artıq bilərlər ki, və ki buna ehtiyac yoxdur və təbii ki, çəkilərlər geri. Amma mən indi sizə bir variant göstərəcəm. Onu görəndən sonra fikirləşdim ki, bu mümkün olan şey deyil, dostlar. Biz mütləq biz İlham Əliyevi Dubinki ilə, Lomla, Lapatka ilə Azadlıq meydanında gətirib dar ağacından asmalıyıq. Niyə? Baxın. Görün bu şərəfsiz nə danışır. Sıfır. Rüşvətxorluq sıfır. Kobudluq sıfır. Bürokratiya sıfır. Yani bu mümkündür. Bunu biz özümüz eləmişik. Eşittiniz dostlar. Yani mən indi burada yazmışam, bu sözləri utanmadan söyleyen adam nə qədər şərəfsiz olduğunu bilmək o qədər də çətin deyil. Yəni bu sözlər İlham Əliyevin məhz bugün, indi bu söylediği sözlərin qabağında heç bir şeydir. Yəni çox zəifdir. Yəni bu təsəvvür edin. Gözünüzün içine baxa-baxa deyir korrupsiya sıfır, rüşvətxorluq sıfır. Yəni yaşayış, sən demə, burada Azərbaycanda yaşayış eləymiş ki, qələt edir istənilən Avropa, Amerika ölkələri və biz, mən başa düşə bilmirəm bu ölkədən, bu deyək ki, bu 4 milyon, 5 milyon adam niyə qaçıb gedir? Niyə bugün bu ölkədə deyək ki, çörək yeməyə çörək tapmayan adamlar gedib Rusiyada güllənin altında çörək pulu qazanır? Və yaxud da atıb hər şeyi tüpürüb bir parça çörəkdən ötürü gedib Rus ordusuna qoşulub, nə var ona yaxşı pul verirlər, maaş verirlər. Yəni onun üçün yaxşı ki, o pulu heç vaxt qazana bilməz. Nə orada, nə də Azərbaycanda elə şərait yoxdur. Və bu şərəfsizin, dostlar, bu İlham Əliyevin bu şərəfsizliyini, yəni bu sözdən sonra ki, Azərbaycanda bax, həmən o kasıblıq həddi də, həmən o deyək ki, işsizlik məsələsi də, İlham Əliyevin birdən-birə deyək ki, 50%-dən hələ bir 8-10 il bundan qabaq birdən-birə, yəni yəqin ki, bu mən 100% inanıram ki, bu siyonistlərin işidir, yəqin onlar İlham Əliyevi öyrədirlər ki, bu belə psixoloji təcavüz etməklə xalqın, deyək ki, insanların zehninə ancaq bundan hakimiyyətin ömrünü uzada bilər. Amma mən düşünürəm ki, İlham Əliyev bununla ancaq özünə və ailəsinə ziyan vurur, dostlar. Və təsəvvür edin, hər şeyin deyək ki, güya ki, bəs onda biz, mən başa düşmürəm, Azərbaycana niyə deyək ki, Şengen vizası ilə getmir? Gələk bu saat Azərbaycanda deyək ki, bu İlham Əliyevlə sərhədləri bağlayıb, viza 2-3 aydan, 5 aydan, 1 ildən əvvəldən Azərbaycana viza almağa növbə oydu. Və niyə yoxdur? Və bu momentdə bir dənə şərəfsizin lentəlmə keçibində onu sizə göstərəcəm. Təsəvvür edin, İlham Əliyevin ömürlü prezident olmağı haqqında. Yəqin ki, siz bunu hamınız görmüşsünüz. İlham Əliyev cənabına Azərbaycanın daimi prezidenti adı verilsin. Milli Məclisdə bunu diqqətlə qəbul eləsin. Mən veto qoyacağım. Belə hüququm var mənim. Çox sağ olun. Təşəkkür. Baxın dostlar, yəni İlham Əliyevə də ləzzət eləyir. Orada hətta bu görüşdə bir deputat da var, yəqin o Qarabağın deputatlarından, şərəfsiz deputatlarından var ki, mən deyək ki, mən razı, mən hazır. Və İlham Əliyevə də bu ləzzət eləyir. Və bayaqları bizim deyəsən Cavid ki, adını, familiyasını deyə bilməyəcəm, onun bir statusuna rast gəldim. Yazır ki, bu yaxınlarda, bu günlərdə deyək ki, seçkilər ləğv olunacaq və İlham Əliyev
Yani ömürlük prezident daha seçkilere gerek olmayacak. Böyle bir statüs paylaşmıştı. Yani böyle bir şey olabilir. Yani gayri demokratik ülkelerde ama bu der ki öz halkına, öz milletine, özüne hürmet eden insan bunu hiç vaxt eləməz dostlar. İnanın bana.